Chitrakuta Ishvara. Chitrahuda işvere. Ayravana. Eyravana gedirik. Yox, Ayravana Chandrika. Ayravana Çandrika. Sehirli Xalat filminə baxmayan insan yəqin ki yoxdur. Bəs filmdə səsləndirilən və Azərbaycan dili ilə əlaqəsi olmayan bu sözlərin mənası nədir? News 24 AS Maya News-a isnadən xəbər verir ki, bu sözlər qədim Hindistanın və Hinduizmin müqəddəs dili hesab olunan Sanskrit dilindədir. Amaravati Hinduizmdə Svarqanın paytaxtıdır, ölümsüzlər diyarı və cənnət mənasını verir. Chandra Hinduizmdə ay tanrısıdır. Chandrika sözü isə ay işığı, ay parıltısı mənalarını verir. Buddizm və Hinduizmdə sahibinin bütün arzularını yerinə yetirən sehirli daş və ya kristal Kintamani adlandırılır. İndoneziyada Bali adası yaxınlığında Kintamani adlı qəsəbədə mövcuddur. İşvara isə Hinduizmdə ali tanrı mənasını verir. Ən uca yaradanı tərənnüm etmək üçün istifadə olunur. Ayravana Hindu mifologiyasında tanrı Indranın mindiyi ağ filin adıdır. Bu söz bəzən Ayravata formasında da işlədilir. Chitrakuta isə Hindistanın Madhya Pradesh ştatında yerləşən Hinduizmin müqəddəs ziyarətgahlarından birinin adıdır. Tərcüməsi möcüzələr təpəsi mənasını verir.